Ya Rəbb, sənə şükür olsun ata, bu varlığı bizə tanıtdığın üçün, ya Rəbb. Bu gün səni tanıyırıqsa ata, yer üzərində nə qədər insan var ki, səndən uzaqdır. Səni Rəbb kimi qəbul edə bilmir, ya Rəbb. Dərk edə bilmir, ya Rəbb. Bu dərk etməni bizə verdiyin üçün. Bizə tam həqiqəti asdığın üçün, ya Rəbb. Sənə çox-çox minnətdarıq. Ata Allahım, sənə şükür edirik, ya Rəbb, bu günümüzə görə, ya Rəbb. Sənin ətrafında, yanında, sənin süfrəndə oturduğumuz üçün sənə minnətdarıq, ya Rəbb. Sənə dualar etdiyimiz üçün sənə minnətdarıq. Bu gün yer üzü ata, o qədər pisliklərlə doludur ki, hər kəs bir şeyin arxasıca gedir. Sanki düşünür ki, o Allahı tanıyır. Ya Rəbb, ancaq tanımadığı Allahların dalıyca gedir. Tanımadığı Allahlara sitayiş edir. Ya Rəbb, sənə minnətdarıq. Sən bizi o yalancı ruhlardan azad etdin. Ya Rəbb, biz əsl həqiqət, diri bir Allahın, diri bir gücün, diri bir qüvvənin altında yaşayırıq. Çağıranda harayımıza cavab verirsən, ya Rəbb. Ya Rəbb, bizi sənsiz qoymursan. Sənə şükürlər edirik, ya Rəbb. Şükürlər edirik, ya Rəbb. Minnətdarlıq bildiririk. Nə yaxşı ki, sən varsan. Nə yaxşı ki, bizim həyatlarımızdasan. Səririk sənin ayaqlarının altına. Bu gün ata nəyimiz varsa, səndən olmayan ehtiyaclar, qayğılar, yüklər, ağırlıqlar. Ya Rəbb, beynimizi, düşüncəmizi narahat edən nə varsa, onların hamısını gətirib səririk sənin ayaqlarının altına. Ayırd etmə səndəndir, ya Rəbb. Təmizlərini bizə qaytar. Xarablarını tamamilə sil və götür. Ya Rəbb, sənin bu gözəlliyinə görə, sənin ata bizə sahib çıxdığına görə sənə çox-çox minnətdarıq, ya Rəbb. Hər sabah, hər axşam, hər anımızda sənə haray çəkirik. Ya Rəbb, gəl deyirik. Mən bu vəziyyətdən çıxmaq istəyirəm, mən yaşamaq istəmirəm. Mən bu vəziyyətlə irəliləmək istəmirəm deyib haray çəkirik. Sən harayımıza cavab verirsən. Ya Rəbb, bizi unutmursan. Sevgin təmənnasızdır. Tükənməzdir, ya Rəbb. Şükürlər edirik sənin qarşında. Bu gün də eyni şəkildə, ya Rəbb, sənin qarşındayıq. Təmənnasız sevgini tamamilə udmaq üçün, bürünmək üçün sənin qarşındayıq. Səninlə yaşamaq üçün, səninlə əl-ələ verib yerimək üçün, səninlə bölüşmək üçün, ya Rəbb, hər bir həyatımızın sahəsini. Ata, qüdrət sənindir, güc sənindir. Nə yerdə, nə göydə elə bir qüvvə yoxdur ki, o səni ötüb keçə bilər. Hər şeyin və hər şeyin başı da, ya Rəbb, eni də, uzunu da sənsən, ya Rəbb. Sənə şükürlər olsun. Sənə izzət olsun yaradanımıza. Bizi özü ilə tanış edən, bizə varlığını açan atamıza, İsa Məsihimizə, diri Allahımıza şükürlər olsun. Ya Rəbb, bu gün bəlkə nə qədər insan tanımadığı Allahlara sitayiş etmək üçün ora-bura qaçır. Bir şeylər edir, ya Rəbb. Ya Rəbb, sən bizə görən gözlər vermirsən, biz onları görürük. Və onları da sənin qarşına gətiririk. Sənin ayaqların altına səririk. Düşüncələri bürüyən o yalancı ruhlardan onları azad et deyə sənə dua edirik. Qoy insanlıq məhv olmasın, ya Rəbb. Qoy insanlığa sənin müqəddəs ruhunun gücü gəlsin. Həqiqət axsın. Araşdırmalar olsun onların həyatlarında, ya Rəbb. Ya Rəbb, biz din deyilik. Biz həqiqi Allahın həqiqi gücünə sahib olan, sənin tərəfindən məhz olunmuş övladlarıq və sənin qarşında dayanıb sənə dua edib, səndən yaratdığın bu övladların, insanlığın xilasını diləyirik və istəyirik. İsa Məsih ismi ilə. Əli uzat, ya Rəbb. O, ya Rəbb, məscidlərdə yığılan, yalancı Allahlara sitayiş edən hər bir kəs o yerdən ata sən qaldıra bilərsən. Onlara əsl Allahın sən olduğunu sən öyrədə bilərsən, ya Rəbb.
onları xilas edəcək. Yeganə güc sahibi sənsən, çünki sən dirisən. Ölülərə sitayiş edən hər bir insanı azad et. Sənin müqəddəs yazılarında yazılmayan heç bir peyğəmbər ola bilməz. İsa Məsihin ismi ilə ata gəl. Gəl ki, sənin gəlişin ata bütün həyatımızı təmizləsin. Bizim içimizə, daxilimizə elə bir işıq gətirsin ki, qoy ata biz həqiqətən də necə dua etməyi, necə yanaşmağı, necə onlarla söhbət etməyi bacara bilək, ya Rəbb. Ata Allahımız, yardım et bizə, ya Rəbb, kömək et bizə. Hər vəziyyət üçün biz hazır olaq. Hər vəziyyət üçün sənin məhəbbətin qoy bizim üzərimizdə bərqərar olsun. İsa'nın qanı, ata, sənin gözəl qanın qoy bürüsün bizi, ya Rəbb. Qoy bürüsün, bugün yuxudan ayıldıq, ya Rəbb, yeni sabaha başladıq. Bu sabah qoy sənin qanınla örtülərək bizim həyatımızda başa çatsın. İsa Məsihin ismi ilə hər şeydə və hər şeydə sənin məhəbbətindən, çərçivəndən qırağa çıxmayaq deyə sənə dua edirəm. Hər bir kəsi xilas et, ya Rəbb. Hər bir kəsi yorğunluqdan, ağır yüklərdən azad et. Qoy kəlamın bizim həyatımızda elə-belə söz kimi olmasın. Qoy o kəlamlar dərin, ya Rəbb, bizim həyatlarımızı tamamilə hər bir yük olan, hər bir bədənimizi yoran, bədənimizə xəstəlik gətirən, canımızı tamamilə təşkilat edən o yüklərdən azad etsin. Səndən istəyib, səndən diləyirəm, hər kəsin həyatını, sən işığını bürü. Bürü ki, o işıqdan qırağa çıxa bilməsinlər. Hər bir xəstəliyi götür, ya Rəbb. Gücsüz qalıb o xəstəliklə mübarizə aparan hər bir kəsi sən o yerdən çıxart. Qoy sənin vuruşun onların həyatında başlasın. Döyüş səndən gəlsin onların həyatına. Onlara müdürüşlük ver, ya Rəbb. Hər bir kəsin həyatında sənin müdürüşlüyün, ağlın onların hisslərini, daxillərini doldursun. Ata, nədən ki biz azad ola bilmirik, nədənsə ata. Hələ də ata o yerdə dayanmışıq. O yerdən azad edəcək yeganə güc sahibi sənsən. O ağır gücdən, o çirkli ruhlardan bizi azad edəcək yeganə güc sahibi sənsən, ya Rəbb. Bizə yardım et, bizə kömək et. Bu yer üzərində sənin işığın kimi yaşamaq, sənin sözünü dərk etmək, sənin sözündə tamamilə yerimək gücü ver bizə, ya Rəbb. İsa Məsihin ismi ilə ata, sən qadirsən. Hər şeyə və hər şeyə qadirsən. Ata, bu günümüzü bütün dəqiqəsi, saniyəsi ilə sənin qarşına gətiririk. Və bütün günümüzün xeyrdası qoy sənin tərəfindən tamamilə xeyrdaya çevrilsin. Hər vəziyyətimizdə sənin adın, güclü, qüdrətli adın hər birimizin həyatını tamamilə dünyanın hər bir faciəsindən azad etsin. Ata, oğul, müqəddəs ruh naminə. Amin.